Salam dəyərli müəllimlər. Bugün sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlərinə dəstək məqsədi ilə bir neçə testin izahını verəcəyəm. Bu testlər qəbul tipli testlərdir və çox mükəmməl testlərdir. Testlərin izahına keçməmişdən əvvəl qeyd edeyim ki, əgər bu tipli videoları kanalımıza görmək istəyirsinizsə, kanalımıza abunə olursunuz, videonu bəyənirsiniz və eyni zamanda rəy yazırsınız. İndi isə başlayaq izaha. İzaha keçməmişdən əvvəl bir şey də qeyd edeyim ki, bizim ödənişli qruplarımıza qeydiyyat davam eləyir. Yəni sentyabr ayından bizə qoşulmaqla ödənişli formada sertifikasiya imtahanına hazırlaşa bilərsiniz. Aylıq ödəniş çox cüzi miqdar nəzərdə tutulub 20 manatdır. Aylıq ödəniş 20 manatdır və bu 20 manat müqabilində təbii ki, kifayət qədər zəngin bir proqram sizə təqdim olunur. Yəni keyfiyyət yüksək, lakin qiymət isə aşağıdır. Yəni qiymətin aşağı olması keyfiyyətə təsir göstərmir. Bunun bariz nümunəsidir ki, hər il bizim sertifikasiya imtahanından yüksək nəticələrimiz olur və xüsusilə Azərbaycan dilindən 25-ə 25 yazan müəllimlərimiz olur. Həm MİQ, həm də sertifikasiya imtahanına yüksək səviyyədə hazırlaşmaq üçün bizə qoşula bilərsiniz. Qeydiyyatdan keçmək üçün və dərslər haqqında ətraflı məlumat əldə etmək üçün aşağıda göstərilən nömrə, yəni 055 623 1303 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Qısa olaraq qeyd edeyim ki, yəni bu dərs qruplarına qoşulanlar nələr əldə edirlər? Bütün mövzularını, izahlarını əldə edirlər. Dövlət İmtahan Mərkəzinin test toplusunun tapşırıq kimi verilir, daha sonra izahları verilir. Həftəlik və aylıq sınaq imtahanları təşkil olunur ki, həftə ərzində, ay ərzində əldə etdiyiniz bilikləri bu sınaq vasitəsilə yoxlayırıq. Daha sonra vərdiş testləri işlədilir, bəzən quizlər işlədilir mövzu ilə bağlı. Sual-cavab WhatsApp qrupumuz var ki, orada da hər hansı bir şey qaranlıq qalanda orada bizə sual verib cavab ala bilirsiniz. Yəni kifayət qədər mükəmməl bir proqramdır. Ən əsası isə yeni çərçivə sənədinə uyğun xüsusi mətn tapşırıqları demək dərslərimiz olacaq. Həmin mətnlər üzrə də çalışacağıq və eyni zamanda mətnlərlə bağlı sınaqlar da sizlərə təqdim olunacaq. İndi isə başlayaq izahımıza. Birinci sualda soruşur ki, biri feildən düzəlməmişdir. Düzəlməyən lazımdır. Düzəlməmişdi deyir. Gəlin A variantına baxaq. Bu sözün kökü qur deyil. Yəni qurla qurut arasında məna yaxınlığı yoxdur. Bu sözün kökü qurudur. Bir şey quruyur və qurutur. Yəni quruduruq. Qurutmaq əmələ gəlir. Maqda qrammatik şəkilçidir. Feildən düzəlməmişdi deyirsə, bu variantı çıxırıq. Nəyə görə? Bu söz feildən düzəlibdir. Bilirik ki, hər hansı bir sözün hansı nitq hissəsindən düzəldiyini bilmək istəyiriksə, qrammatik şəkilçinin heç bir əhəmiyyəti yoxdur. Sonuncu leksik şəkilçi nəyə artırılıbsa, o əsas götürülür. Sonuncu leksik şəkilçi dedikdə sadəcə bir şəkilçi var. O da elə quru sözünə artırılıbdır. Və bu quru sözü sifət yox, feildir. Nəyə görə? Çünki t şəkilçisi feilə qoşulur. Qurumaq feilindən qurutmaq feili əmələ gəlibdir. Yəni t-nı mütləq şəkildə yadınızda saxlayın ki, t-dır, ıtdır. Bu şəkilçilər yalnız və yalnız feilə qoşulur. Adlara qoşula bilməz. Məsələn, qeyd edirəm ki, oxutmaq. Baxın, oxumaq feilinə artırıldı. Demək ki, t şəkilçisi feilə artırılır. Demək ki, bu sözün kökü quru sifəti yox, quru nə et? Feildir. Və t şəkilçisi birbaşa feilə artırılıbdır. Demək ki, feildən düzəlibdir. Boyatmaq sözünə gəlincə, bu sözün kökü boya ismi deyil. Boya feilidir. Boya nə et? T, çünki feilə artırılır. Yəni, bu sözün kökü olur feil. Və boyatmaq feili əmələ gəlmiş oldu. Və burada t şəkilçisi, yəni bir qrammatikdə aydın məsələdir. Bir leksik şəkilçisi var ki, o da boya feilinə, yəni boyamaq feilinə artırılıb. Deyə bilərsiniz ki, boya sözü amonimdir. Boya ismi də var. Təbii ki, var. Amma t şəkilçisi feilə artırıldığına görə sözün kökünü boya ismi yox, boya feili götürürük. Boya nə et? Demək ki, söz, yəni sonuncu leksik şəkilçi, ümumiyyətlə şəkilçi, leksik şəkilçi feilə qoşulubdur. Demək ki, feildən düzəlibdir. Bunu da çıxırıq. Bizə lazımdır ki, feildən düzəlməmişdi olsun. Sözün kökü ləng sifətidir. Sözün kökü sifətdir. Sifət. Ləngimək feili yarandı. Ləngimək. Baxın, i-ni ayrıca götürə bilirəm. Çünki i orada ayrıca söz yaradır. Ləngimək. Ləngitmək. T da ayrıca leksik, mək də qrammatik şəkilçidir. Sözün kökü sifət olsa da,
Söz özü sifətdən düzəlməmişdir. Nəyə görə? Gəlin biz burada bu məsələni aydınlaşdıraq. Qeyd etmişik ki, qrammatik şəkilçisinin əhəmiyyəti yoxdur. Sonuncu leksik şəkilçisi nəyə qoşulubsa o əsas götürülür. Sonuncu leksik şəkilçisi t-dır. O da qoşulub lənc sözünə, yox ləngi sözünə. Yəni ləngi sözü lənc sözünə qoşulub, amma ləngit sözü ləngi sözünə qoşulubdur. Gəlin bunu ayrıca yazaq. Ləngitmək. Düzdürmü? Bu sözün kökü ləngdir. Ləngi yarandı, ləngit yarandı, mək də qrammatik şəkilçisi. İndi fikir verin. Sözün kökü sifətdir. Sifət. Ləngi sözü ləngimək feildir. Feil. Ləngitmək də feildir. Qeyd etmişik ki, sonuncu leksik şəkilçisi nəyə artırılıbsa o əsas götürülür. Demək ki, qrammatik şəkilçisini silirik və biz burada nəyə fikir verəcəyik? Fikir verəcəyik. Sonuncu leksik şəkilçisi t-dır. T nəyə qoşulur? Normalda təbii ki, feilə qoşulur. İndi burada sözün kökü sifətdir. Demək ki, ləngitmək sözü sifətdənmi yaranıb? Xeyr. Yəni sözün kökü nədirsə, söz ondan yaranıb deyə bir anlayış yoxdur. Təbii ki, qurutmaq sözüdür, boyatmaq sözüdür. Bu sözlər kökdən birbaşa yaranmışdır. Çünki bir leksik şəkilçisi vardı. Bir leksik şəkilçisi də birbaşa sözün kökünü artırılıbdır. Amma burada iki leksik şəkilçisi var. Demək ki, sonuncu leksik şəkilçisi t-dır. O da birinci artırılıb nəyə? Təbii ki, in-in üzərinə, yəni ləngi sözünün üzərinə, ləngimək sözünün üzərinə. Əgər desəydi ki, ləngimək sözü, o zaman deyə bilərdik ki, sifətdən yaranıb. Yazıram ki, ləngimək. Lənc sözün köküdür. İ leksik, mək də qrammatik. Bunu sildik. Ləngimək feili lənc sifətindən düzəlibdir. Amma ləngitmək sözü isə özündən əvvəlki sözdən, yəni ləngimək sözündən yaranıbdır. Sifətdən yox, feildən yaranıbdır. Demək ki, deməli, hər bir söz özündən əvvəlki sözdən yaranır. Ləngi sözü lənc sifətindən yaranıb, ləngit sözü isə ləngimək feilindən yaranmışdır. Yəni söz feildən düzəlibdir. Bu variantı da çıxırıq. Ürkütmək. Sözün kökü ürkdür. Yəni məsələn atın ürkməsi. Bəzi yerlərdə hürkmək deyə bir ifadə var. Yəni hürkür. Bu anlamda o söz ürk sözüdür. Daha sonra ürk sözündən ürkü sözü yox, ürkütmək. Yəni üt bir dəfəli leksikdir, mək də qrammatik şəkilçisidir. Ürk, nə et? Düzdürmü? Nə et sualına cavab verən söz feil olur. Üt şəkilçisi, yəni qrammatik çıxırıq, sonuncu leksik şəkilçisi birbaşa kökə artırılıbdır. Ürkütmək sözü ürkmək feilindən yaranıbdır. Yəni feildən yaranmış sözdür, ona görə bu variantı da çıxırıq. Yaralamaq. Sözün kökü yardır. Hansı yardır? Təbii ki, sevgili canan anlamını ifadə edən yar yox. Yarmaq anlamını ifadə edən yardır. Nə isə yarmaq. Məsələn, odunu yarmaq və yaxud da hansısa bir yaranı yarmaq. Əvvəlcə yarılır, sonra yara əmələ gəlir. Bir yer yarılır ki, o yerdə yara əmələ gəlir, yara ismi. Daha sonra yaralamaq feili, yarala, nə et feilin sualına cavab verdi. Baxın, yar, nə et, yara, nə ismin sualı, yarala, nə et artıq feilin sualı. Demək ki, sözün kökü feildir. Yara sözü isimdir. Yara, nə, isim. Yarala, nə et də feildir. İndi bu söz hansı sözdən yaranıb? Yəni hansı nitq hissəsindən yaranıbdır? Təbii ki, sözün kökü feil olsa da, sonuncu leksik şəkilçisi, la şəkilçisi yara isminin üzərinə artırılıbdır. Demək ki, söz isimdən yaranıb, feildən yaranmayıbdır. Elə bizə də bu variant lazım idi. Doğru cavab olur E variantı. Keçək 2 nömrəli test tapşırığına. Sözlərdən biri amonimlik xüsusiyyəti daşıyaraq isim və feil kimi işlənə bilər. Gəlin baxaq. Qoyun sözü. Qoyun sözü amonim kimi işlənir və 2 variantda düşünülür. Bir mənası qucaq anlamındadır. Qucaq. Qoyun, qucaq bu anlamda isimdir. Digər məna tayı isə heyvan anlamında. Yəni qoyun sürüsü, qoyun bu anlamda yenə də isimdir. Bizə məna taylarından biri isim, digəri isə feil olsun deyir. Ona görə bu variantı götürmürük. Desəniz ki, məsələn, nə isə yerinə qoyun. Bu anlamda işləsə, məsələn, deyək ki, kitabları masaya qoyun. Düzdürmü? Kitabları masaya qoyun olanda sözün kökü olur qoy,
nəyət qoy. Un da şəxs xəbərlik şəkilçisi, düzdürmü? Un da qrammatik şəkilçisidir. Yadınızda bir mənalı olaraq qalsın ki, amonimlərin əsas xüsusiyyətlərindən biri onların kökünün və başlanğıc formasının eyni olmasıdır. Yəni başlanğıc formaları mütləq şəkildə eyni olmalıdır. İndi deyək ki, məsələn, qoyun sürüsü. Qoyun sürüsündə sözün kökü qoy ola bilməz axı. Nətər qoyunu nəyisə qoyursan olur qoyun. Belə bir məna yaxınlığı, məna bağlılığı yoxdur. Demək ki, sözün kökü qoyundur. Yəni heyvan anlamında. Amma nəyisə, məsələn, kitabı rəfə qoy və yaxud da masanın üzərinə qoy. Bu anlamda qoyun nə edin? Feildə, düzdürmü? Feillərdən maq artıra bilmiriksə olur qrammatik. Qoyunmaq olmadı. Demək ki, un qrammatik şəkilçisidir. Bu sözün başlanğıc forması qoy hissəsidir. Bu sözün başlanğıc forması qoyun hissəsidir. Çünki qrammatik şəkilçisi, əgər orada belə deyək də, qrammatik leksikdən əvvəl qoşulubsa girə bilər başlanğıc formaya. Amma mövcud vəziyyətdə qrammatik şəkilçisi təkdir, yanında hər hansı bir leksik şəkilçisi yoxdur, demək ki, başlanğıc formaya girmir. Bu sözün başlanğıc forması qoydur, bu sözün başlanğıc forması qoyundur. Amonimlərin tərifində qeyd olunub ki, deyilişi və yazılışı eyni olan sözlər. Bu söz qoydur, bu söz qoyundur. Bunların deyilişi və yazılışı eyni deyil. Eyni zamanda biz öyrənmişik ki, vurğusuna görə mənasını dəyişən sözləri amonim götürmək olmaz və ya xüsusi isimləri amonim götürmək olmaz. Amoqrafları, amoformları amonim götürmək olmaz. İndi burada da sözün başlanğıc formaları eyni deyil, demək ki, amonim olmur. Amma qucaq anlamında, heyvan anlamında isə qoyun sözü amonimdir, lakin hər iki məna tayı isimdir. Bizə feil olan da lazımdır. Qovaq sözü. Qovaq sözü ağac anlamında, ağac. İsimdir, qovaq ağacı, eşitməyənlər bilsin, yəni belə bir ağac növü var və tükdə olan qovaq, saçda olan qovaq. Bu anlamda da isimdir, isim. Demək ki, hər iki məna tayı isim oldu. Ona görə, yəni bu sözün artıq başlanğıc formalarını siz gedib, məsələn, nəyisə qovaq, bu anlamda gedib götürüb çaşdırmayın özünüzü. Qeyd elədiyim kimi, sözün başlanğıc formaları mütləq şəkildə eyni olmalıdır. Və qovaq ağac anlamında və tükdə olan qovaq bu anlamda hər iki məna tayları isim olduğuna görə biz bu variantı götürə bilmirik. Bizə lazımdır ki, həm də feil olsun. Yəni amonimlik xüsusiyyəti daşıyaraq isim və feil kimi işlənə bilsin. Deməli, yaxın sözü. Yaxın sözü də amonim variantında çıxış etməyəcək. Yəni yaxın sözünü biz amonim kimi düşünə bilmirik. Bilək sözü. Bilək sözü məsələn insanın biləyi bu anlamda var və başqa bir anlamda yoxdur amonim kimi. Demək amonim olmayan sözdür. İnci sözü. İnci sözü aydın məsələdir ki, ziyniyyət əşyası inci bu anlamda isim və incimək feil anlamında həm isim və həm də feil kimi düşünüldü. Demək ki, doğru cavab olur elə E variantı. Bu sözə bir neçə dəfə toxunmuşuq. Səbəb nədir? Çünki müəllimlərin işə qəbulunda həm də sertifikasiya imtahanında ard-arda bir neçə il bu sözün amonimliyinə toxunulubdur və düşünürük ki, yenə də toxunula bilər. Ona görə çalışırıq ki, müxtəlif məzmunlu testlər üzərində həmin sözə toxunaq. İndi isə keçək 3 nömrəli test tapşırığına. Hansı cümlədə azaltma dərəcəsində işlənmiş sifət vardır? Baxırıq A variantına. Artıq kəndə yol çəkilmişdi. Baxın, burada kənd isimdir, yol isimdir, çəkilmişdi feildir. Artıq köməkçi nitq hissəsidir və burada hər hansı bir sifət yoxdur ki, o azaltma dərəcəsində olsun. B variantında sapsarı meyvə ismini izah eləyir və sapsarı burada P ünsürü vasitəsilə çoxaltma dərəcəli sifət yaranıbdır. Bizə azaltma dərəcəsində olan sifət lazımdır. Balaca uşaqlar. Balaca sözü burada adi dərəcədədir. Ümumiyyətlə, balaca sözü adi dərəcədədir. Bunu mütləq şəkildə yadınızda saxlayın. Əlindəki xırdaca təbaşiri. Cacə burada çoxaltma dərəcəsinin ünsürüdür. Yəni, xırdaca, körpəcə, kiçikcə. Burada cacə xırdanı biraz da kiçildir. Yəni, kiçiltməni biraz da belə deyək də çoxaldır. Kiçikdir, biraz da çoxaldıb daha da kiçik eləyir, xırdaca. Demək ki, çoxaltma dərəcəsində olan sözdür. Yəni, cacə ünsürü varsa, xırdaca, körpəcə, məzmununda görürük ki, xırdaca azaltmaya bənzəyir, körpəcə biraz da azaldır. Demək ki, bu sizi çaşdıra bilər. Cacə ünsürü varsa, yadınızda qalsın ki,
morfoloji üsulundan çoxaltma dərəcəli sifət yaradır. Yəni ca ünsürüdür, m, p, s ünsürləridir. Bunlar çoxaltma dərəcəsində morfoloji üsulundan yaranmış sifətlər hesab olunur. Sarı yanız. Burada sarı sifətin üzərində yanız var ki, bu yanız azaltma dərəcəsinin bir göstəricisidir. Yəni nə leksik deyil, nə qrammatik deyil həmin şəkilçilər. Aydın məsələdir ki, biz həmin şəkilçilərin həm leksik olduğunu sübut eləyə bilərik, həm də qrammatik olduğunu sübut eləyə bilərik. Yəni bunun üçün əlimdə yetərincə dəlil var. Sadəcə olaraq həmin şəkilçilərin leksik və ya qrammatik olduğuna toxunulmur. Mübahisəli məsələ olaraq qalıbdır. Yəni sifətə aid olan hansı ki o dərəcə, azaltma dərəcəsinin şəkilçiləri ki var, o şəkilçilər leksikdir yoxsa qrammatik, bu mübahisəli bir məsələdir. Amma bizim burada toxunacağımız məsələ yanızın azaltma dərəcəsində olan sifət formalaşdırmasıdır. Demək ki, doğru cavabı olur E variantı. İndi keçək 4 nömrəli test tapşırığına. Cümlələrin birində o əvəzliyindən sonra vergül qoyula da bilər. Bu cümlənin intonasiyasını iki cür düşünə bilərik. Yəni, o əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Yəni, burada qeyd olunub ki, cümlələrin birində o əvəzliyindən sonra vergül qoyula da bilər. İntonasiyadan görünür ki, qoyulmaya da bilər. İndi baxırıq A variantına. O artıq bizi daha çox narahat edir. Artıq ədatdır, ədat. Qeyd etmişik ki, o əvəzliyindən sonra ədat gələndə vergül işarəsi qoyulmur. Bunu çıxırıq. Qoyula da bilər dediyinə görə bunu çıxırıq. O təbii ki bunu bilirdi. Təbii ki modal sözdür və modal sözün tələbinə görə ortada gəlibsə hər iki tərəfindən vergül işarəsi qoyulmalıdır. Və beləcə görürük ki, o əvəzliyindən sonra vergül işarəsi qoyulubdur. Ona görə bunu çıxırıq. Yəni qoyula da bilər, qoyulmaya da bilər. Yəni intonasiyada diqqətli olun. Ona görə bu test tapşırığını vermişəm. O günləri Solmaz tez-tez xatırlayır. O burada yalnız təyin kimi düşünülür və mübtəda vəzifəsində düşünmək olmur. O günləri, hansı günləri, yəni təyini sualına cavab verir. Mübtəda vəzifəsində olsaydı o zaman biz vergül işarəsi qoymaq haqqında düşünə bilərdik. O günləri Solmaz tez-tez xatırlayır. Yəni o kim sualına cavab verə bilməz, yalnız bir variantda düşünülür. Bizə lazımdır ki, hər iki variantda düşünülsün. Yəni burada da var, yəni intonasiyanın növündən asılıdır. O əvəzindən sonra vergül qoyula da bilər. Bu deməkdir, qoyulmaya da bilər. Yəni hər iki olan variant lazımdır bizə. E variantına baxıram, o mənim ən yaxın dostumdur. Kim sualına cavab versə də özündən sonra əvəzlik gəlibdir. Əvəzlik. Əvəzlik gəldiyinə görə də vergül işarəsi qoyulmur. Bunu qeyd etmişik. O meşəyə doğru qaçdı. Vergül işarəsi qoyuram və deyirəm ki, o meşəyə doğru qaçdı. Kim? O. Meşə isimdir. İsim. O əvəzliyindən sonra da isim gələndə və o kim sualına cavab verəndə vergül qoyulur. İndi ikinci versiyada düşünə bilərəm ki, o meşəyə doğru getdi. Yəni meşəni göstərərək ona işarə verməklə mən bunu təyin vəzifəsində işlədə bilərəm. O meşəyə, hansı meşəyə? Yəni hər iki variantda düşünülür, ona görə olur D variantı doğru cavab. Keçək 5 nömrəli test tapşırığına. Sözünün fonetik təhlilinə aid səhv fikirləri göstərin. Hörmətli namizədlər, hörmətli müəllimlər, mütləq şəkildə yadınızda qalsın ki, fonetik təhlil deyirsə, mütləq həmin sözün düzgün transkripsiyasını, yəni düzgün tələffüzünü qeyd etməlisiniz. Bu sözün düzgün tələffüzü təşəbbüs, karıqnan formasındadır. Yəni təşəbbüs sözünün ortasında gələn qoşa b, yəni hansısa bir şəkilsin tərkibində deyil ki, kökün tərkibindədir. Qoşa bunlar olduğu kimi qalır. Kar olduğu kimidir. Təşəbbüskarlıq. Baxın, q sözün sonunda xıya keçir, özündən sonra samitlə başlayan şəkilçi gələndə la şəkilçisi nan kimi tələffüz olunur. Bu da belə. İndi baxırıq 1-ə. Sözdə kar və cingiltili samit cütlüyü yoxdur. Kar və cingiltili samit cütlüyü dedikdə o nəzərdə tutmur ki, qoşa b, yəni cütlər və yaxud qoşa r və yaxud da deyə bilərsiniz ki, qoşa n var. O demək istəyir ki, cütlük dedikdə kar və cingiltili samit cütlüyü. İndi fikir verin, bunların ikisi də cingiltilidir axı və yaxud bunların da ikisi cingiltilidir. Buna lazımdır kar və cingiltili samit cütlüyü. Bu o deməkdir ki, yəni bir-biri ilə qarşılıq təşkil edir. Əgər burada b varsa, p olsaydı o zaman biz deyə bilərdik ki, yəni var.
Amma mövcud vəziyyətdə yoxdur. Yəni kar və cingiltili samit cüt dedikdə bir-birinin qarşılığı olan samitlər nəzərdə tutulur. Yoxdur dediyinə görə bu fikir doğrudur. Bir olanları çıxıram. Bizə səhv fikir lazımdır. Diqqətli olmalıyıq. Sözün 3 hecası kar, 2 hecası isə cingiltili samitlə bitir. Bunun üçün sözü düzgün hecalara ayırmaq lazımdır. Və bunu isə yazılış üzərində aparırıq. Tə, şəb, büs, kar, lıq, la. Qeyd olunub ki, 2 hecası kar samitlə bitir. 2 heca saitlə bitir. Baxın, 2 heca saitlə bitir. Digərləri isə cingiltili, cingiltili və cingiltili. 3 cingiltili ilə 1 isə karla bitir. Demək ki, bu fikir yanlışdır. 3 hecası karla yazılıb, bu yanlışdır. Və yaxud da 2 hecası cingiltili ilə bitir qeyd olunsa da, burada 3 hecanın cingiltili samitlə bitdiyini görürük. Demək ki, bu variant yanlışdır. Yanlış olduğuna görə elə 2-ni götürürük. 2 olmayan varianta da çıxsaq 2-5, yəni doğru cavab olur A variantı. Diqqət etdinizsə, mən burada variantları çıxdaş edirəm və bunu sizə göstərmiş oluram ki, test nümunəsini işləyəndə bu formada etmək lazımdır. 6 hecalıdır, vurğusu 5-ci hecaya düşür. Bunu da təbii ki, sözün yazılışı əsasında aparırıq. Demək, 6 hecalıdır. Sözün tərkibində nə qədər sait varsa, bir o qədər də heca var. 1, 2, 3, 4, 5, 6. 6 sait varsa 6 hecalıdır. Vurğusu 5-ci hecaya düşür. La burada zərf yaradan şəkilçidir. Və bilirik ki, bu şəkilçi vurğu qəbul etmir və vurğunu özündən əvvələ atır. Demək ki, vurğu düşür lığın üzərinə. 1, 2, 3, 4 və 5-ci saitin üzərindədir. Demək ki, bu fikir də doğrudur. Sözdə qarşılığı olmayan 4 samit işlənmişdir. Bunun üçün isə biz sözün düzgün tələffüzünə fikir verməliyik. Gəlin baxaq. Deməli, sözdə qarşılığı olmayan 4 samit işlənmişdir. Gəlin baxaq. Demək, R1, digər R2, bu N3, 4, demək, 4 dənə samit işlənibdir. Bu fikir də doğrudur. Bunu da götürmürük. Orfoepiyası ilə orfoqrafiyası arasında 5 fərqli məqam var. Gəlin baxaq. Biz baxırıq sözün yazılışı ilə tələffüzü arasında müqayisəyə. Demək, burada görürük ki, 1 fərqli məqam, 2 fərqli məqam, 3 və 4 fərqli məqam var. Başqa fərq yoxdur. Yəni, 5 yox, 4 olmalıydı. Bu yanlışdır. Və 5-i də götürürük. Beləcə doğru cavab olur A variantı. Yəqin ki, bu video sizlərə faydalı oldu. Video sizlərə faydalı oldusa, videonu bəyənməyi, kanala abunə olmağı və videonu öz yaxın həmkarlarınızla, dostlarınızla paylaşmağı da unutmayın. Kanalımıza nə qədər abunə sayı artarsa, biz də bir o qədər çox sizə dəstək olmağa çalışacağıq. Sağ olun, gələn videolarda görüşənə qədər hələlik.